Aşağıdaki alqoritm fraqmentinin icrasından sonra B-nin qiymətini tapın. Demək, sadəcə adi hesablamadır. Prosta bu tip sualları bura qoymaqda məqsəd nədir? Siz ardıcıllığı yaddan çıxarmayasınız. Yəni ardıcıllıq dediyimiz bir hərf yeni qiymət alanda əvvəlki qiymətini itirir. Budur. A 3-dür. B-nin qiyməti olur A plus 10. 7. Yəni 10. A-nın qiyməti təzədən olur A plus B. Yəni 10 plus 3. 13. Artıq A 13-dürsə əvvəlki qiyməti atırıq. Sonra B bərabərdir A nə demək? Əslində bu yazı səhv. Cevap elə olmuşum. Bəli, B olur A. Əslində burada qoşa nöqtə olmalı, düşməyib. B A olur. B yəni neçə olur? 13. Uzam cavab 13. Yəni burada da sondan başlayıb hesablamırıq ki, yoxsa başdan elə eləməliyik? Necə? Bu xəttidir axı. Hə, Ha, bu 12. xəttidir. Hə, Neçə 22-ni deyirsən, barışmadım. 21 elə deyirdi mənim bayaqçı qaydanı dedim, bəlkə axırdan başlamaq lazım. Yox, yox, burada sadəcə yuxarıdan başlayırız bunlarda. 22 hansı növdür? Bu dövrün Budağın- yox, Saxlanandır da. Budaqlanandır. şərt Böyükdür, kiçikdir, nə bərabərdir. Məsələn, görürsən bu niyə budaqlandı ki, sən şərt seçim qarşısında qalırsan. Məsələn, x bərabərdir 4 olsa, bu 3 dənənin hansında hesablayarsınız? birincidir. Elə birincidə. Görürsən, fikirləşib tapırıq ki, ön birincidə şərtli niyə? kimi olmur bu. Necə? Ön şərtli kimi. Ön şərtli və son şərtli dövr Dövrü alqoritmidir. Dövr alqoritmində ön şərt. Dövrü deyim. Cavab A'dır. Müəllim, bir də indi sual vereyim. Bəs biz nə vaxt bu bərabərləri atırdıq? O desəydi ki, bunun Soruşanda yerinə biz- yetirməsi zamanı şərt blokundan neçə dəfə istifadə olunarsa. Bərabər varsa 2 dəfə, yoxdursa 1 dəfə. Yox. Hə. Baxır funksiyaya da. Bərabər 3 funksiyalıdırsa, bərabər varsa 2 dənə götürürük. Mən də onu deyirəm də. Yəni sən dedin bərabər varsa 2 dənə, yoxsa 1 dənə, o biraz səhv başa düşdü. Məsələn, x böyükdür Əslində elə 0. yadda saxlaya bilərlər də müəllim. Bərabər varsa hər zaman orada 2 olur da zaten. Yox, hər zaman 2 deyil. Bəlkə Hər 5 zaman olmur. Bir də Bərabər görsə 2 deyin, dənə verir, götürürük ancaq sadəcə. böyük bərabər verir. Bax, qulaq as, burada neçə dənədir? 3 dənə. Burada Bərabər var, 2 dənə var. çıxırsınız 2 dənə. Şərt bloku. Məsələn, Hı. burada neçə dənədir? 1 dənə. 2 dənə. 2 Çünki dənə. bərabər yoxdur axı. Bir, Elə olduğu yox, kimi. yəni 1 dənə bir dəfə icra olunacaq, onu deyirəm. Yox, şərt Burada bir bloku dəfə 2 icra dənədir. olunmur. Bir dəfə icra olunacaq. Şərt bloku 2 dənədir. Yox, əgər x böyük bərabər 0, x kiçikdir 0 olsa, burada neçə dənədir? Bir dəfə. Bir Bir dəfə. Çünki 2 dənə hal var, bərabəri çıxırsız qalır 1. Burada bərabər yoxdur, onda 2 olur. Burada 3 hal var, içində bərabər var, 1 çıxırsız qalır 2. Amma burada onu istəmir axı, burada deyir hansı növdür? Deyir budaqlanan. Müəllim, əgər orada olsaydı 3 dənə, məsəl üçün birində böyükdür, kiçikdir, digərləri kiçik və yaxud böyükdür də, 3 dənə olsa, neçə dəfə deyilsə orada 3-dən yenə birinci çıxacaqdı, 2 olacaqdı, hə? Böyükdür, kiçikdir bir dənə olsa, Böyük Bəli. bərabərdir. Biri, Bərabər də olsa. biri məsəl üçün olsa, например, x böyükdür, kiçikdir 0-dan, hə. o birisi olsa x kiçikdir 0-dan, o birisi də x böyükdür 0-dan. Yəni böyükdür 3 dənə olsun, Yox, amma belə ola birinə- bilməz Aha, axı. olmasa, Yox, belə olmaz. Ancaq o gördüyünüz tiplərdə ola bilər. bildim müəllim, başa düşdüm. Sonra 23 alqoritmin hansı növüdür? Dövrü. Çünki aşağı gəlir, təzədən yuxarı. Ön şərtlidir, son şərtlidir. Ön şərt. Ön Ön şərt. şərt. Şərt hesablamadan əvvəl gəlir. Bəli. B0, C0. Burada sual verir. B 11-dir, deyirsən yox. Yox. O zaman C ilə B-ni toplayıram, elə eləyir 0. Amma B-ni bir vahidə artırıram, B olur 1. Qalxıram yenə yuxarı. B 11-dir, yox. O zaman C ilə B-ni toplayıram. Onda C olur 1. B olur 2. Sizcə B neçə olanda biz sonra çıxmalıyıq? B 10 olanda. 10 yoxsa 11? 11 11 olanda. 11 Bəli, olanda. B 11 olanda sizcə biz fırlanmağa ehtiyac var heç? Xeyr. Xeyr. Cavab 11 olmalıdır da.
B hər dəfə 1 artır. Bax görürsən 2, 3, 4. Bu nə vaxt məni buradan icazə verəcək çölə çıxım? 11 olanda. 11 11 olanda. olan. Da bu nəyi hesablayıram ki? 11 dəfə fırlanmağın yeri yox. Buna cavab 11. 24 tiplərdə biz sizə yuxarıdan aşağı çıxıb üzərinə 1 gəlirdik. Hə. 12 Bəli, sonra da çıxaq vurulduk. 10 üstə 1. Elədi 3. Vuraq. Vurulsun digər. 4 çıxılsın Dörd. 0 üstə 1. Üstəgəl 5 vuraq. 2 çıxılsın 1 üstə 1. O da eləyir 3. Hə, səhv yazdım. Yox, Yox, mənim mən yerim Üstə Yox, yox, yedim, 2-dir. 1 üstə 1. Hə, 2-dir. 30. 30. üstədən. Sonra Mən bir sual verim. buyur. 23-də desək ki, neçə dəfə fırlanıb, yenə biz 11 yaza bilərik. Dövrlərin Yox. sayı. Hə. Artıq ona biz buradan qərar verməliyik ki, dövrlərin 12 sayı dəfə gedir də. bu təyin eləyir. Ne bilmirəm burada. Məncə ön Hə, dedim şərtli hesablayıb yazmayı. 11 dəfə, müəllim 11 dəfə dövr eləməli idi. Çünki B-ni qiymətlərinə baxanda hər səfər 1 artır. Baxın burada sıfırdan dövr. başlayır. Bir dəfə hesabladı 1. Hə 11 olacaq. Dövrlərin sayı 11-dir. Prosta qəbula zada düşsə onu əmin olmaq üçün mütləq şəkildə hesablayın sonra baxın. Dövr sayı hesablamanı neçə dəfə yerinə yetirməyinizdir. Neçə Hə, dəfə yerinə bildim, çox yetirmirsə sağ ol. o qədər dövr olur. Sonra blok sxemin yerinə yetirməsi nəticəsində A dəyişəninin qiymətini hesablayın. Yəni də A12, B5. Burada A-nın qiyməti olur B plus 6. Yəni A olur 11. 11. İndi sizcə mən A-nı yuxarıdakını istifadə etməliyəm. Burada yoxsa Aşağıda aşağıdakını? Yenisi. sonuncu olur. 11 Aşağıda yenisindən. Bəli, 11-dir. 2 vuraq 11, 22. 22. Üstə gələk 3 vuraq 15. Eləyir 3 vuraq 37. 5'i. 15. 22 üstə gəl 15. 37. İndi A B-dən böyükdür. 11 37-dən böyükdür? Yox. O zaman B-nin üstə gəlir 6. Yəni 37 üstə 6 gəlirsiz 43. Bunlar çox sadədir. Burada işimizi riskə buraxmaq istəmirəm. A5, B5, C7 olarsa Adil aşağıda. müəllim, üzr Bəli, istəyirəm, bir dənə sual verə bilərəm. buyurun. Bayaqki alqoritmdə orada A12 idi. Məsələn, onu heç istifadə etmirik. Yox, demək olar ki, yox. Çünki artıq A burada yeni qiymət aldı deyə onu atıram gedir. Onda onu Əvvəldə vermək istifadə mənasızdır. Belə başa düşmədim. Necə? Həmişə Onu mənasız olmur da. Yox, indi Hə. baxın, məsəl üçün bura Sən A qiymətini dəyişməyənə qədər ola bilər ki, yuxarıda başqa hesablama olsun A ilə bağlı. Orada 12-ni istifadə edəcəksiniz. Amma bura çatana qədər heç bir yerdə istifadə eləmədim axı A-nı. Bəli, A da qiymətini dəyişdi, avtomatik onu atdım, getdi. aydındır. İndi bu sual üçün bəli, mənası yoxdur A-nın. Çaşdırmaq üçün verirlər də sadəcə. Bəli. A5, B5, C7-dir. Burada da soruşur. Burada biraz pis düşün. A B-dən böyükdür? Yox. A ilə B bərabərdir. O zaman getdim xeyr. Maksimum B. Yəni maksimum qiyməti nə olur? 5. 5. Biraz düşürəm buradan aşağı. Soruşur maksimum. Maksimum nə idi? 5. 5. C-dən böyükdür. C də 7-dir. Xeyr. Xeyr. O zaman cavab C. Yəni Yəni 7. 7. Sonra alqoritm icrasından sonra x və y dəyişənlərinin qiymətini tapın. Yox, nə deyir? X və y dəyişənləri hansı qiymət alacaq və bu alqoritmin neçə dövr var? Heç nə. Baxaq, x3, y0. 3 sıfırdan böyükdür. Hə. Bəli. Bax, dövr buradır. Ücret dövr başladı. X plus 1, Dörd. x olur 4, Hə. y olur 2. 2. Bir dövr. Fırlandım yuxarı. Əvvəlki qiymətləri getdi. X y-dən böyükdürmü? Yəni 4 2-dən Bəli. böyükdür. Hə. X olur 5, y olur 4. Bu ikinci dövr. Qalxdım yuxarı. Yenə böyükdür. X y-dən böyükdür, yenə böyükdür. X olur Altı. 6, y Altı. olur 6. Bu üçüncü dövr. Yox. Qalxdım yuxarı. Yoxdur. 6 altdan böyükdür, yox. Xeyr. Deməli 6 Altı, 6 üç. dövr sayda 3. Y variantı. Y variantı. Dövrlərin sayı budur. Şərt bloku da budur. İçinə neçə dəfə girirsinizsə o qədər. Sonra
S-in qiyməti S3, I0. I, bu mənə tanış gəldi bu sual. I 24-dən kiçikdir. Yox. Bəli. Bəli. Onda S Bəli. Hə. plus I. I S eləyir 3. Əvvəlki qiyməti sildim. I-ni S eləyir 6. 6. Qayıdıram yenə bura. I, yəni 6 24-dən kiçikdir. Bəli. Onda S plus I. S bayaq 3 idi. I indi 6-dır. Oldu 9. 9. Bu da oldu 9. 9. Qalxıram yuxarı. 9 24-dən kiçikdir. Bəli. Bəli. Onda bu eləyir 10. S. 18. S neçədir? 9. I neçədir? 9. 18. 18. Bu 3 12. vahid artır olur 12. Yenə qalxsaq 12 24-dən kiçikdir. Hər dəfə S-i tapmaq üçün S ilə I-ni toplayırsa elə bunlar da bir-birinin altındadır. Görürsüz? 30. 30. 30. Verir 15. 15. Yenə 15 Yenə 24-dən 50. kiçikdir. 45. Sonra 45, toplayıram 18. 30-dan 15-i 45, 18. 18. Yenə də 18 63, 24-dən 21. kiçikdir. 63. Baba altları toplayırıq. 21. Bu eləyir 24 21. olacaq. 21. Yenə Müəllim, Dört. ne gedirik? Bizə də 2 24 böyle olsun. Hə, bildim. hələ Yaxşı ki böyük gedirəm. deyil də. Sonra 21 24-dən 84. kiçikdir. Bəli. 84, 24. 80, 84, 84, 24. 24. Amma 24 da kiçik 84. olmadığına görə cavab olur 84. 84. O var. Alalım. Deyir ki, x, y hasilindən 2, x, y hasilinin ikisinin, ona da, x, y hasilinin 2-dən böyük olduğu halda bunu, kiçik olduğu halda bunu. Bu bizə nə qoyur Bu qabağında? dağlanan. Şərt. Bu Şərt dağlanan. qoyur. Şərt Aysa, qoyur. deyir böyükdirsə Budaqlanan. bunu, kiçikdirsə bunu hesabla. O zaman olur budaqlanan. Tamam. Seçim qarşısında qoyur bizə. A5, B30. B A-dan böyükdür. Hə. Bəli. O zaman A olur 7. 7. 7. B olur. B Başa olur. salacağım, silməliyəm, yoxsa 23. çaşacağam. 25. 25. Bəli. 25. Yo, 23. Yok bir dakika. 23. 30'dan 7 23. çıxış olur. Bəli. Onu qaçıb 23. silməlisiniz o dəqiqə, yoxsa çaşarsınız. Mənim saçlar həmişə burada bu olurdu ki, burada B-nin birinci qiymətinə yuxarıdakı anımı yoxsa indiki anımı qoymaq lazımdır. İndi bildin. Bəli. Sonra A-nın qiyməti yenə dəyişib olur 9. Doqquz. 9. 9. Sildim əvvəlki. 23'dən çıxır. 23-dən 9 14. çıxıram. Qalır 14. 14. Bunu da silirəm. Gözün başqa heç bir 11. qiymət yoxdur. Bu da gedir, bax, bu da çoxdan gedir. Qalxıram yuxarı. 14 9-dan böyükdür. Hə. Bəli. O zaman bu olur 11. Bunu sildim. 11. 14-dən Olur. çıxıram A-nı, yəni 11. Bu da olur 3. Bunu da sildim. 3. İndi A 11-dir, B də 3-dür. Qalxıram yuxarı. 3 11-dən böyükdür. Hayır. Xeyr. B Xeyr. neçə oldu? 3. 3. Belə səliqəli yazsaq, düzdür, bura səliqəli yazmamışam, amma orada hər dəfə silsəz heç bir problem yaşamayasınız. Yenə if funksiyası düzdürsə birinci, səhvdirsə ikinci. X 5-dir, Y olur 4. X Y-dən kiçikdir. Yox. Xeyr. Onda Xeyr. birincini yox, ikincini Dörd, hesablayırsınız. Yok 5 çık 1. 6. Bəli, 5 çıx 1, 4 bölü 2, 2. X, Y Y oldu variantı. 2, X da oldu 5. Yəni X 5. dəyişmir. X 3 olanda hansını hesablayırıq? Ortadakini. Ortadakı. Ortadakı. Burada deyir ki, X 2-dən On, bir kiçikdir, variantı. səhvdir. Burada deyir X 4-dən böyükdür, səhvdir. Burada deyir X 3-dən 4 arasındadır, düzdür. O zaman X ilə 7-ni toplayır, cavab verir 10. B variantı. Ama biz 28'e baxdıq. 28, 29'dan qaldı. Nəyə? Bu tərəf 28, 29 onlar dedim sanki qaldı. Bunlar dəqiq, bunlar qalıb ki. Leyla həftənin tək günləri informatika, cüt günləri isə məntiq dərsinə gəlir. Həftənin günü müvafiq rəqəm şəklində daxil edildikdə Leylanın hansı dərsə gələcəyi tapan alqoritm hansıdır? Yəqin ki, budaqlanan Dövlət demir çünkü. Modifikasiya olmalı deyil. Addımlandı. həftənin günü müvafiq yox, tək günləri bu dərsə, cüt günləri bu dərsə gəlirsə, məntiq dərsinə gəlirsə, bu Hə. budaqlanandır. Budaqlanan. Çünki yenə də alt üst həftə kimi bir şeydir də bu. Hə, tələbə həftəsindən o deyir. Bəli, yəni bildiyin alt üst həftədir. Yəni şərt qoyur. Həftənin cüt günüdürsə bu dərsə getməlisən, tək günüdürsə bu dərsə getməlisən. Yenə bu eyni şeydir. A B-dən böyükdür? Yox. Xeyr. Onda Xeyr. birincini yox, ikincini İkinci. hesablayırız. 7.
B F variantı. bərabərdir B. Yəni 7. 7. Burada da A 7-dir, B 4-dür. B-nin qiyməti olur A Burada da 0. axırdan B 3. olur B 3'dür. 3. B D getdi. 6 olacaq. C olur 6. 6. A da A da olur 9. B plus C. Yəni 3 plus 6. D 9. variantı. X-in ixtiyari qiymətində 3-cü dərəcədən X funksiyası. Dövr olmayacaq. Xəttədir bu. Çünki Xəttidir tək məncə Yox, bu. olsa xətt yəni. Bəli, deyil. yadınızda saxlayın. Bütün tək dərəcədən olan kökaltılar xəttidir. xəttidir. Necə axı xətt olur İstəyir müəllim? 13 X-in olsun, daha doğrusu istəyir 3 olsun, istəyir 33 olsun, istəyir 333, nə bilim, nə olur olsun. Tək dərəcədən bütün kökaltılar xəttidir. Cüt dərəcədən isə araşdırmalısınız. Məsəl üçün, 3-cü dərəcədən kök altında x çıxılsın 4. Nədir bu? Xəttdir. Xətti. Dedik sadəcə axı X olarsa düşünmürük. bəs. Necə? Sadəcə məsəl üçün orada kök altı 3x məsəl üçün orada x-in mənfi qiymətində o xətt olacaq ki. Hə, xəttir. Çünki 3-cü dərəcədən kök altında -8-dən cavab nə çıxır? -2. Kök altından mənfi 2 çıxa bilməz axı. Kök altından niyə tək dərəcədən çıxa Çıxır. bilər? Tək Kök dərəcədən. məsəl üçün kök altı əslində bilirsiniz nədir? Kök altında 16-dan cavab nə çıxır? 4. 4. 4. Bu bilsən nə deməkdir? Sənə deyir ki, nəyi öz-özünə vuranda 4 eləyir. Bəs Kvadratın tərsidir də, bilirəm. 4-cü dərəcədən kök altı 16-dan nə çıxır? 2 üstü 4, 2. 2 çıxır. Yəni 2-ni 4 dəfə öz-özünə vurmuşam, 16 eləyib. Nə oldu? Bəs mənfi ədədləri özünə vurmaq olmur. 3-cü dərəcədən -8-dən də kök çıxır, -2. Niyə? Çünki -2-ni 3 dəfə öz-özünə vuranda cavab -8. Tək dərəcədən kök altı mənfi ola bilər, müsbət də ola bilər. Amma cüt dərəcədən heç vaxt mənfi ola bilməz. Ona görə bütün tək dərəcədən cavab xəttidir. Amma bütün cüt dərəcədən gərək oturub baxasan. Məsəl üçün 3-cü dərəcədən kök altında 2 çıxaq 4. Cavab nədir? Xəttdir. Heç düşünmürəm. Çünki tək dərəcədəndir. Bəs bunu müsbət eləsəm 8-ci dərəcədən x-4 nədir? Budaqlanan. Budaqlanır. Çünki x-dən 1 versəm eləyir Dərəcə. X-ə 1 versəm eləyir -3. Kök altda mənfi olmaz axı. Yəni cüt dərəcədə mənfi olmaz. Bəs x plus 4 nədir? Yenə budaqlanan. Yenə bu da Çünki budaqlanan. -8 verərəm x-ə eləyər -4. Yenə budaqlanır. Amma x kvadratı plus 4 nədir? Orucu Xəttdir. xətt. İstəsən də bunu mənfi eləyə bilmərsən. Bax görürsüz, bütün tək dərəcədə xəttidir. Cüt dərəcədə nə etmək lazımdır? Araşdırmaq. Araşdırma. Hə. 37-ci cavabını tapa bilmirəm. Nə tapmısınız? Tabii də onu yazmıram. 3-4 dənə misal göstərdim. Nə tapmısınız? B variantı. B variantı. D. Bəli. Gəlin yerinə qoyaq baxaq. B. Nəyin qiyməti? B, B. Y istəyir də. D Hə, Y tapmısınız. 37. 25 olacaq. Yaxşı, qoyaq yerinə. Bura 25 qoysam x nə olur? 38. 38-dən 13 çıxanda nə qalır? 25. 25-in də üstünə 25-in də üstünə x-i gəlsə 12. ödəmə daxil. 12 olar. Gəlin 12 12-ni olar, qoyaq. değil mi? Burada y-in yerinə 12 qoysam x edir 25. Sonra həmin o x-dan 25-dən 12 Yəni- eləyir. 25-dən 13-ü çıxıram, edir 12. 12, 25-dən də 12-nin 12 üzərində götürürük. 25 gələm, edir 37. Və cavab deyil. 12. Sonra yenə if funksiyası. Düzdürsə birinci, səhvdirsə ikinci. F D-dən böyüdür. Bəli. Bəli. O zaman Doğru. x f olur. Yəni x elə 17. 17. Sonra bu nə da? Ya da hesablayır da heç nə var. Asandır. S da var, A da var, I da var. I plus S nə eləyir? İyi olur ki. 2. I olur 2. Əvvəlki qiymətini silirik. S olur A vur I-nin tərsi. Yəni 2 vur Mənfi. Mənfi Mənfi. 2 vur 2-nin tərsi. iki. -4. Mənfi 4. İndi S sıfırdan böyüdür. Xeyr. Sonra burada S olur
Daha doğrusu i olur təzədən -2. Düzdürmü? Çünki onu şeylə toplayıram. Bununla. Nəyinə topladı ki? Necə? 2 ilə -4-ü. Nəyinə 2 ilə topladı? -4-ü. S burada -4 idi daxil Gülşən. Ondan Mən i-ni deyirəm, toplayın. Sonra bilmirəm, çox sağ ol. -4 vurulsun -2. Eləyir -8. İndi S sıfırdan böyükdür. Bəli. Hə, çünki bu -8-dir. Bunlar da getdi. Bu i-də -2. Düşürəm aşağı. -a vurulsun 2. A neçə idi? 2. 2-ni 2-yə vuranda 4, amma edir -4. -4. Sonra i plus 3. I neçə idi? Bir. -2. Eləyir 1. Müəllim, İndi bir şey S soruşmaq. Biz orada ayın yerinə artıq birinci qiyməti qoyduq, 2-ni qoyduq. necə? S bərabərdir -a dedisə 2. Aya dəyməmişdi axı. A olsa Oldu. dəyişməyib ki, olduğu kimi qalıb. Hə, S dəyişir. S ilə i Tamam. dəyişmişdi. Hə, Sadəcə A S-in dəyişməyində köməklik göstərib, özü dəyişmir. bildim. Bildim. Burada da i plus 3. Hə, indi S sıfırdan kiçikdir. Hə. Bəli. S cavab edir i. I neçə oldu axırıncı dəfə? 1. 1. Müəllim, burada 2 dənə şərt bloku var da. Bu ön şərtli və yaxud son şərtli. Burada necə olacaq? Ya bu ucu mürəkkəb dövrüdür. Aha, tamam. Buna ön şərtli, son şərtli deyənməyik. Bu ucu mürəkkəb dövrüdür. Yenə də 4-dən başlayırıq. 12-yə qədər 300 gedirik. Olur 4, 7, 10. 13 yazacağam yoxsa yox? Yazma. yazın. 12 Hə, də indi 12-yə qədərdir. İndi A vurulsun B. A 6-dır, B də 1. 1. 6 plus Alt- i-nin birinci altı qiyməti 4. 4. B elədi 10. B-nin əvvəlki qiymətini sildim. 10. Qayıtdım bura 7-ni götürdüm. Yenə də A vuraq B. 60 üstə gəl 7, A 67. 6-dır, B 10. 60. 60. Üstə gələk 8. i-nin Üstə gəl ikinci 7, qiyməti. 67. 67. Təzədən qalxıram yuxarı 10-u götürürəm. Yenə 67-ni 6-ya A vuraq B. vururuq. 6 vuraq 67. Nə eləyir? 60. 402. 402 400. plus 10. 412. 442. 10. Eləyir 412. 412. 412, hə. Son cavabda var 412. Hə, C. Bəli, C variantı. Bəndə də. Sonra 41 bax maraqlı sualdır. X5 olduqda Z nəyə bərabərdir? Nə tapmısınız bunu? Tapan var. 30-a. 895. 895. Bəli, elə olmalı səhv 395. eləmirəmsə. Baxın, X5-dir. Burada deyir ki, 5 5-dən böyüdür. Bu yalandır. Burada deyir ki, 5 5-dən kiçik bərabərdir. Bu düzdür. Bu da yalandır. Niyə? Kiçik olmasa da bərabərdir. Bərabər. Hə, Yadınızda bərabər. saxlayın. Burada Y-in qiymətini tapıb qoyuruq Hə, aşağı. məsələn 7 böyükdür 7 ifadəsi yalandır. Amma 7 7-dən böyük bərabərdir ifadəsi doğrudur. Yəni böyük olmasa da bərabərdir. O zaman bunu hesablayırıq. Yəni x-in 30 kvadratı olur. plus 5 30. eləyir 30. 30. 30 nəyin qiymətidir? Y-in qiymətidir. Aşağıda Y qoyuruq. aşağı. 30 aşağıda Bəli. 5-dən böyükdür. İndi deyir ki, y o 5-dən kiçikdir. Səhvdir. Y Səhvdir. 5-dən İkinci düzdür. böyükdür. Düzdür. Doğrudur. O zaman bunu hesablayırsınız. 900 Y-in kvadratı çıx beş. çıxar 5. 895. 900 çıx 5, 895. 42 də yenə adi hesablamadır. A 7-dir. B olur 12. Bu olur 19. 19. Bu olur. 12. Bax fikir ver. A-nın 2 qiyməti yarandı. Əvvəlki silin. 19-dan çıxırıq 19 çıxan 2-yə 7. 7. Bəli, 19-dan B-ni çıxırsınız. Cavab 7. A və B dəyişənləri hansı qiymət alır? A 8-dir. A 8-dir, B B 2-dir. 2-dir. Bu da B-nin kvadratı deməkdir. 4. 4. A da qaldı 8. Yenə adi, heç bu dövrü də deyil. Belə böyük olmağına baxmayın. A1, B1, C3. A B-yə bərabərdir. Yəni. Bəli. Ha, B C-dən böyükdür. Xeyr. 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 O zaman A ilə B-ni toplayırsınız. A olur 2. Görürsən bu qiyməti silirəm. Üstə gəlsin. Çünki çaşıb bunu götürməyəcək. 2-nin üstünə düşərik 5. Bu X5. olur. Ay sağ ol 5. So, nə istəyir? X-in qiyməti. Eksi
O da oldu 5. 5. Da bura düşdüsə, buradan gəlib hesaba qayıda bilmərsə, əslində burada oxşar olmalıdır. Qoyun. Yenə də K dəyişənin qiyməti. 5. K1, A1. K 5-dən kiçikdir. Hə. Bəli. A-nı vurursunuz Bəli. 2-yə, A olur 2, K olur 3. K olur 2. 2. Yenə 2 5-dən kiçikdir. Hə, bu olur 4, bu 4, olur 3. 3. Sonra 3 5-dən kiçikdir. Hə, bu olur 8, 4. 8, bu olur 4. 4 5-dən kiçikdir. Tamam, Hə, bu 16. olur 16, bu 16, olur 5. 5. 5 5-dən Cavab kiçikdir. 16. Yox. Yox. O zaman 16. cavab 5 olur. Hə, 5, 5 yəni Kaan istəyir. Yenə də mürəkkəb dövr bax, bunun 3 çıxar 1 üstə 1. Bu 3'dür. 4, 4, 2. 2. Vururum. Biri mürəkkəb 24. dövr budur. Cavab. Çünki 3 və daha artıq dövr olan mürəkkəb dövrdür. Bir-birinə daha doğrusu bunların Bir hərəsi ikidir. özü-özlüyündə bir dövrdür. 2 də var deyəsən. Bəli, İki də 2 də olmalıdır. mürəkkəb dövrdür. Çünki bir dənə dövr burada var. Bir dənə də dövr burada var. Görürsünüz, bax burada. Bax burada. Hətta bir də Yuxarıda. burada var. 2 və daha bir-birinə daxil olan dövrdən ibarət. Bax bu 3 dənə dövrdür, mürəkkəb dövr. Burada da biri buradadır. Sonra gəlib yenə burada var. Bu da mürəkkəb dövrdür. Ha, bu sadə dövrdür. Görürsünüz, bir dənə yerdə dövr eləyə bilər. sayıldı müəllim. Bəli, bu da Mən bunlara baxmamışım. bu da sadə dövrdür. Görürsünüz, yalnız burada fırlana dəfə bilərik. Başqa fırlana bilmərik. Bəli, burada cavab Bir, olur 2. birinci niyə mürəkkəb oldu? Birinci ona görə mürəkkəbdir ki, bu riyazi düsturlara aiddir. Bunların hərəsi əslində bir dövrdür. Baxın, bu da bir dövrdür özünə görə. Bu da bir dövrdür. Bu da bir dövrdür. 3 dənə. 2 və daha artıq dövrlər birləşəndə olur mürəkkəb. Mən belə Ha, olanda bildim. cavabı yazmaq lazımdır. Birinci cavabını yoxsa seçirik ancaq. Yox, burada sadəcə deyir, mürəkkəb dövr blok sxemləri seçin. Seçin, cavab yazarsınız 1, 2. Bir, iki. Alqoritmdəki addımlar sonlu sayda olmalıdır ifadəsi alqoritmin kütləviliyi yox, nəticəviliyi. Nəticəli. Ay sağ ol. Bu getdi, bu səhvdir. Bu xassəyə görə hər bir alqoritm konkret bir məsələ üçün deyil, bütün məsələ üçün olmalıdır. Bu Kütləvilik. kütləvili düzdür, bəli. Kütləvilik. Hamı, bütün, hamısı bu kimi ifadələr kütləvilik xassəsinindir. Bu düzdür. Alqoritmin 3 xassəsi yox, 4 xassəsi. 4 xəssəsi. Müəyyənlik, diskretlik, kütləvilik, nəticəvilik. Nəticəli. Budaqlanan alqoritm tam və natamam olmaqla 2 ilə bölünür. Bu da düzdür. 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 Cavab olur 2, 4. 4. Alqoritmin funksiyasına yenə baxırsan, məntiqi blok şərt bloku. Görürsən, bax 3 hal var. 2 İçində dənə. bərabər də var. O zaman Ona bir görə 2 dəfə. 2 dəfə istifadə olunur. alqoritm yerinə yetirməsi nəticəsində ekranda nə görünər? A1, B1. A 8-ə bərabərdir? Yox. Deyil. O zaman A-nı vurursunuz 2-yə. A olur 2. 2, Əvvəlki bir, qiyməti B silin. olur. B olur 3. B plus A. Yəni 1 plus 2. 3. Burada Üç. fikir verin, qəsdən çaşdırır. Buradakı A-nı gətirib təzədən burada yenə yazıb ki, sən yuxarıdakı ilə davam edəsən. Əslində A yeni qiymət alanda əvvəlki silməlisiniz. Qalxırıq yuxarı, yenə sual verir. A 8-ə bərabərdir? A4. Yox. O zaman A-nı 2-yə Dörd vururum. olacaq. A olur 4. Əvvəlkini sildim. B olur 3 plus 7. 4. 7. 7. İndi Təzədən 8 qalxıram olacaq. yuxarı. A 8-ə bərabərdir? Yox. Hayır. O zaman onu vururuq 2-yə. A olur 8. Bunu silirik. Burada da 11. 8-dən 7-ni toplayırıq 15. 11. Təzədən qalxıram. 8 8-ə bərabərdir. Bəli. Bəli. Burada B olur 15. 15. Və nəhayət sonuncu sual. 15-dən 2-yə neçə qayıdırıq? 3 3. 3 mənfi 3. Özünü də götürürsünüz ha. 15, 12, 13, 9, 6. 9, 6, 6, 3. 3 Yox. qaldı. 0. Yazmır. Yox. 0 yazmaraq 2 də dayanır. Yazmır. 0 yaza İkiyə bilmərik. qədər. 2-ni keçə bilmərik. İndi S 5 çıxılsın. Hamısı da 3-ə bölünür ha bunların. Bəli. 1, Bəli. 2, 3, 4, 5. 5 çıxılsın 5 üstə 5 gəlinsin üstə 3. gəlsin 3. 3 eləyəcək. Deməli bunu 3-ə Üç qalır. böləndə 3-ə böləndə 5 çıxır. 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 5
Nə eləyir? 5. 5. 15 3'e 15 böldü 5 5. Bunu 3'ə böləndə 4. Bunu 3'ə böləndə 3, 3. 2, Bunu 3'ə böləndə 0, 2. 2, 1. Bunu 3'ə böləndə 1. 1. 1, 2, 3, 4, 5. 5 dəfə fırlanacam. S neçədir? S də 5'dir. Bu eləyir 25. 5. X neçədir? 3. 3. Bu da eləyir 15. 40. 40'dan çıxıram. 9, 12, 14, 15. Bu elədi 25. Müəllim necə hesablayırsınız? 25 bir dakika. X 3 25'ten böyüdü. Biz Məsələn, necə hesablayıram? Bax, fikir verin. Hər 5, dəfə 5. S-dən bunu çıxıb üzərinə X gəlmir. Hı. Neçə dəfə fırlanacaq? 5-dir. 5 dəfə. 1, 1. Yəni Yok, hər 5. dəfə mən 5 defa. S-i götürəcəm də, yəni 5 dəfə 5 götürməliyəm. Bu nə eləyir? 25. 25. Sonra hər dəfədə i-nin qiymətlərini 3-ə böləcək. Yəni bu i-nin qiymətləri budur. 5, 4, 3, Bunu 2, 3-ə 1. böləndə 15'i böləndə 5 eləyir. 12'yi böləndə 4 eləyir. 3 eləyir. 2 eləyir. 1 eləyir. Bax görürsən, hər dəfə S ilə X toplanmalıdır. Onlardan da i-nin ya 3'də biri çıxılmalıdır. Yəni S ilə i-ni 5 dəfə toplasam, bu 25 eləyir, bu da 15. Neçəndə qiymət dəyişir axı? 40'dan da çıxıram bunların cəmin. Niyə 15'i. Buradan tapıram 25. Yuxarıdan tapdım 25. İstəyirsiniz bir-bir çıxın. Yəni orada çətin nəsə yoxdur. Bir dəfə S-i qoyun bura. 5 çıxılsın. 15 bölünsün 3. 5 çıxılsın 5. Üstə gəlinsin 3. Cavab elə 3. Belə-belə çıxa-çıxa gələsiniz. S 25'dir. X da yuxarıda dəyişməkdə səhv vermirəmsə 3'dür. 3 25'dən böyüdür. Yok. Yox. O Hayır. zaman həmin o 25'dən 3'ü çıxırsınız. 22. 22. X deyilir 2. Qalxıram yuxarı yenə. X 25'ten böyüdü. X 22'den büyüdü. Yok. Yine bundan bunu Hayır. çıkaram. Eğer 20. Bu ne eləyir? 1. Yine 1 1. bundan büyüdü. Yok. Hayır. Çıxıram 19. 18. Bu da eləyir 19'a. 0. 0 bundan 0. büyüdü. Yok. Yox. Yok. Nəysə səhv eləmişik. 19. Nə? Yuxarıda axı müəllim S dəyişir. Bəlkə ona görə səhv oldu. Çünki məsəl üçün 3 olur, sonra başqa bir qiymət alır. Nə harda? S-in qiyməti hər dəfə Aşağıda. hesablanandan sonra Hər dəfə dəyişir. dəyişir axı. Və məsəl üçün 3 oldu, sonra 4 qoymalıyıq da. 3 minus 3 6 6 minus 4 2 bu dəfə S2 oldu. Yaxşı bu 3 Sonra oldu. Bir də 3 tapdıq bunu. İkinci Bəli, dəfə bəli, 2 3 olur. 3. Sonra Üstə gələk bir dənə də 3. 4. 6. 6 çıxar 4. 2. Düzdür? Bəli. bəli. Sonra 2 üstə gələk 3. Eləyir 5. 5 çıxar neçə? 3 3. 3. Yenə 2 2. oldu. Hı. Sonra 5 çıxar 1. Bu dəfə 3 Çıxaq olacaq. 2, üstə gəl 3. 3 olacaq. 3. Sonra yenə 3 plus 3 6 6 minus 1 Altdan da 5. 5 qiyməti alır. 25 almır. Hə 5 olur. Biz Mən beş bu oldu. mən bu başqa hesablamışam. Yəni dəyişməyə fikir vermirəm. Deməli burada da Hə. 3 5-dən böyüdür. Xeyr. Yox. O Xeyr. zaman 5'ten 3 çıxırsınız. S olur 2. X olur 2. Sonra yuxarı qalxıram yenə. 2 2 2-dən böyük 2-dən deyil. böyüdür. Yox. Yox. 2-dən 2 çıxır 0. Bu deyil. Bir. Yuxarı qalxıram. İndi 1 0-dan böyüdür. Hə. Elə S eləyir 0. 0. Bəli. Bu qədər uzun zad düşər qəbula. Əslində uzun zad deyil. Prosta biraz Niyə uzatdı. Hə, elə 5 hansı birisi düşmüşdü, videosu da yayılmışdı. Deyir nə uzunluqda alqoritm düşür. Hə, düşür. Keçən il uzun düşmüşdü biri. Deyəsən ondan əvvəlki il səhv etməmişəm. Bu belə. Bu da oldu sinal qayıtı. Bir dənə qaldı qəbul. Bu həftə bazar günü daxil Word-ü qurtaracağıq təkrar olaraq. Hə, yəni 2-5 təkrar deyil, amma siz təkrardır. Bir dənə gözünüz son linki atmışsınız.